Son illər şagirdlərin repetitor hazırlığına üst tutması valideynlərin həm vaxtına, həm də büdcəsinə ciddi təsir göstərir. İndi isə təhsil sistemində nəzərdə tutulan yeni yanaşma bu mənzərəni dəyişə bilər. Söhbət bəzi məktəblərdə tətbiq edilən təmayül tədris modelindən gedir. Bu modelə əsasən yuxarı sinif şagirdləri seçdikləri istiqamət üzrə daha dərindən təhsil ala bilərlər. Məqsəd onların ali məktəbə qəbul imtahanlarına daha məqsədyönlü hazırlaşmasına şərait yaratmaq və məktəbdaxili tədrisin keyfiyyətini artırmaqdır. Təhsil məsələləri üzrə ekspert Şəmil Sadiqin sözlərinə görə, bu model abituriyentlərin universitetə hazırlıq prosesinə dəstəkdir. Bu yeni təmayül modelləri ilə nə edirik? Məktəbin müəyyən məktəblər seçilir, müəyyən müəllimlər seçilir və bu prosesə cəlb edilir. Amma sözsüz təhsilin əvvəlki hissələrində də təmayül sinifləri var idi. Humanitar siniflər, texniki fənlər və ya da dəqiq elmlər üzərindən. Biz burada demək istədiyim odur ki, 11-ci sinifin proqramı dəyişdirilsə, bütün fənlər üzrə, bütün məktəblər üzrə. Məktəb də bilir ki, orada dərs deyən müəllim 11-ci sinifdə sinifə girirsə, bu uşağın universitet hazırlıq prosesinə dəstək verəcək. Və o proqram əsasında o dərsi keçəcəksə, sonda ciddi ehtiyac olmayacaq. Hə, fərdi hazırlıqdır, repetitorluqdur, uşaqların potensialına, qavrama qabiliyyətinə, mənimsəmə imkanlarına görə dəyişə bilir. Burada da yalnız Azərbaycan universitetlərinin hazırlıq deyil. Burada uşaqlarımız daha çox xarici universitetlərə də meyllənirlər. Şəmil Sadiq deyir ki, bu model 5 aylıqdır və daha çox buraxılış imtahanlarına köklənib. Bunun blok imtahanları da var ki, gələcəkdə lazım olacaq. Çünki valideynlərin arasıra rəylərini, statuslarını görürəm ki, 5 aya biz nə çatdıracağıq? Çünki qarşıda bizim fevral-mart ayında artıq buraxılış və qəbul imtahanı olur. Sentyabr ayından başlanan proses təqribən o aylarda bitir. Amma istər-istəməz qəbul imtahanının ikinci mərhələsi var və ya qəbul imtahanlarının blok mərhələsi may ayına gedib çıxır. Bu baxımdan proses uzanır. Məktəbdə və məktəbə yaxın məktəblərdə, yəni bir neçə məktəbi bir yerə yığırlar. Bu təqdim olunur ki, burada daha yaxşı olacaq, o qəbul prosesi aparılır. Daha təcrübəli müəllimlər cəlb olunur ki, işə effekt vermiş olsun. Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun aparıcı məsləhətçisi Azər Teymurlu deyir ki, 2025-2026-cı tədris ilində tam orta təhsil səviyyəsində yeni təmayül tədris modeli ümumilikdə 14 təhsil müəssisəsində təşkil edilib, 10-cu siniflər üzrə 1178 nəfər, 11-ci siniflər üzrə 406 nəfər olmaqla ümumilikdə 1584 şagird təhsil alıb. Bu prosesə sertifikatlaşdırma imtahanında 51-dən yuxarı bal toplamış və ən azı 3 il pedaqoji təcrübəyə malik olan 263 müəllim cəlb edilib. Layihə çərçivəsində fəaliyyət göstərən təhsil müəssisələrində tədris prosesinin keyfiyyət göstəriciləri mütəmadi olaraq monitorinq edilir. Aparılan təhlillər onu göstərir ki, bu model valideynlər tərəfindən də müsbət qarşılanır. Onları həm əlavə maliyyə yükünün azalmasını, həm də övladlarının gün ərzində bütün tədris prosesini məktəbdə keçməsini layihənin əsas üstünlükləri kimi qiymətləndirirlər. Marağın artması bu modelin tətbiq olunduğu orta ümumi təhsil müəssisələrinə qəbul prosesində də özünü göstərir. Bəzi məktəblərdə ayrılan yerlərdən dəfələrlə çox müraciət daxil olur. Yeni təmayül tədris modelinin tətbiq edildiyi məktəblərin ilk məzunlarının nəticələri artıq təhlil edilib. Nəticələr onu deməyə əsas verir ki, bütün müəssisələrin orta bal göstəricisi müvafiq şəhər üzrə ümumi orta balı üstələyib. Qurum rəsmisi qeyd edir ki, layihənin ilk nəticələri göstərdi ki, bu yanaşma həm tədrisin keyfiyyətinə, həm də şagird nailiyyətlərinə müsbət təsir göstərir. Əldə edilən müsbət nəticələr nəzərə alınaraq, bu model gələcəkdə daha çox məktəbdə tətbiq olunacaq. İlham Əkəliyeva, Cabbar Qaryağdıoğlu, Xəbər Ertəsi.